bundan ibarət ki, bizim sınavlarda Göytepe şəhərindən də iştirak edənlər var və həmin yerdən iştirak edən şagirdlərimiz də yer qazandılar bu imtihanda və mən o uşaqların adlarını qeyd edirəm. 644 bal topladığı üçün ayın 14-ü keçirilən sınav imtahanında iştirak etdiyinə görə və 644 bal topladığı üçün təltif olunur Paşazadə Zəhra, ikinci yeri İkinci yeri sahibində də qeyd etdiyimiz kimi smart saat və qulaqçı verdi. Daha sonra isə ikinci yerimizin növbəti sahibi 644 bal topladığı üçün təltif olunur Ağayev Sahib. Alkışlarınızla sonra Məryəm çatdı bizim keçən imtahanımız, yəni ayın 14-də olan imtahanda birinci yerimizi açıqlamağa. Paradok Tədris və İnkişaf Mərkəzi tərəfindən 14-cü 2-ci ay 2026 tarixində 2-7-ci siniflər arasında keçirilmiş bir iş yarışmasında ən yüksək nəticəni toplayaraq 672 balla təltif olunur Əsgərzadə Fatimə. Və bildiyiniz kimi diplom hədiyyə olunur. Göytepe bir nömrə.